Görəsən nə olub? Atadan səs səmir gəlmiş. Daha onun naləsinin səsi də eşidilmiş. Bilmirəm. Bəlkə onun başına bir iş gəlib. Dina, Leya. Bəli, ata. İşiniz var idi? Qardaşlarını bura çağır. Onlarla işim var. Hamısı buradadır, ata. Nə işiniz var, buyurun. Məni bir yerdə əyləşdirin. Mənimlə gəlin, baba. Əyləşin, ata. Oturun. Qardaşların hamısı buradadır. Bəli, ata, hamımız buradayıq. Diqqətlə qulaq asın və suallarıma cavab verin. Deyin görüm, siz Misirə gedəndə nə hadisə baş verdi? Məyər siz qərarlaşmamışdınız ki, ehtiyatla gedib səssiz halda qaydasız? Bəs nə oldu ki, çətinliyə düşdünüz? Misirin əzizi məmurlara tapşırıq vermişdi. Hamısı bizi axtarırdılar. Nəhayət tapdılar. Axı, Misirin əzizi sizi görmək üçün niyə bu qədər israr eləyirdi? Səbəbi nə idi? Tibisdə Misirin əzizi bizimlə çox nəvazişlə rəftar elədi. Xüsusən də Binyaminə daha çox diqqət göstərirdi. Ata, yemək yeyən vaxt hamı öz ana bir qardaşı ilə oturdu. Yəni Misirin əzizi belə istədi. Binyamin tək qaldı. Misirin əzizi onunla üzbəyiz oturdu. Birlikdə yemək yedilər. Onlar birlikdə çoxlu gizli söhbətlər elədilər. Çoxlu? Gülmək və ağlamaqları bir-birinə qarışmışdı. Misirin əzizi Binyaminlə gülüb ağlayırdı. Yox, təkcə Binyamin ağlayırdı. Ondan soruşanda dedi ki, sizin ayrılığınıza görə ağlayır. Bir neçə günlük ayrılığa görə ağlamaq, özü də Misirin əzizinin huzurunda ağla sığmazdı. Hər şey yaxşı gedirdi. O ana qədər ki, Binyamin ələ keçdi. Mənə yazmaq üçün biraz mürəkkəb, qələm və dəri gətirin. Mənə elə gəlir ki, Misirin əzizinin rəftarında nə isə bir sir gizlənib. Onun ya Yusifdən xəbəri var, ya da qardaşınızı tapmaqda sizə kömək eləyə bilər. Gedin Misirin əzizindən, ya da hər kimdən bacarırsınızsa, qardaşınız barədə araşdırma aparın. Əzizlərim, bizim üçün Misirdə sirli xəbərlər var. Amma ata, bizim Misirə getməyə üzümüz yoxdur. Misirin əzizinə nə deyək? Deyək, qardaşımızın günahından keç. Bizə yenə buğda ver. Buyur, babacan. Mən Misirin əzizinə məktub yazacağam. Siz həm bu məktubu ona aparın, həm də qardaşınız barədə daha çox axtarışda olun. Mən sizin sözlərinizdən bəzi şeylər başa düşmüşəm ki, bunu dərk eləmək sizin üçün çətindir. Şamun, oğlum Şamun, yaz. Allahın bəndəsi Yaqubdan Misrin əzizi Yuzarsfə. Allah Taala bizə nübüvvət və risalət ailəsinə bəlalar buyurub və bizi müxtəlif müsibətlərlə imtihana çəkib. Cəddim İbrahimi Nəmrudun odu ilə imtihana çəkdi. Əmim İsmail Zəbiullahı da qurbangaha çəkdi ki, onu qurban etsin. Bu yunun nə dəyəri var ki? Yəni bunun əvəzində bizə buğda verərlər? Heç nədən ki, yaxşıdır. Bizə havaya buğda verməyəcəklər ki. Ya gərək dinarımız, dirhəmimiz olsun, ya da onu əvəz eləyən qiymətli bir əşya.
Dinarımız təbii ki, yoxdur. Onda mal yığmağa məcburuq. Biraz dəri və yunum var. Hələ satmamışam. Onu sata bilərik ki, nəsə ala bilək. Mən və gəlinlər çoxlu miqdarda sap əyirmişik. Dərdimizə dəyər? Bunları buğdaya dəyişmək olmaz. Düzdür, mallarımız çox dəyərsizdir. Amma nə çarə? Allahı nə bilmişsiniz? Bəlkə Misrin əzizi bizə buğda da verdi, Binyamini də. Ha. Siz necə də xəyalpərəstsiz. Allahın lütfündən naümid olma Yahuda. Bizim için dua eləyin ata. Dua eləyin, xoş xəbərlərlə qayda. Yusif barəsində də xəbər tutmağı unutmayın. Mənim məktubumu Misrin əzizinə çatdırın. Binyaminsiz Kənana qayıtmayın. Allah amanında. Allah sizi qorusun. Allahın salamı olsun, Misrin əzizi böyük Yuzarsifə. Salam olsun Allahın peyğəmbərinə. Salam olsun mehriban Binarusa. Haralardasan Binarus? Misrin əzizinin inayətinin sayəsində günümüzü keçiririk. Gəlmişəm ki, cənab hökmdarın təşrif buyurması xəbərini sizə çatdırım. Hökümdar? Bəli. Bura? Nə əcəb? Salam olsun Misrin böyük hökümdarına. Salam olsun Allahın peyğəmbərinə. Xoş gəlmisiniz. Xoş gəlmisiniz xanım. Görəsən nəyə görə müdrik Yuzarsif bizi gec-gec yada salır? Yəqin ki, yeni sevdası cənab Yuzarsif'i yaman məşğul eləyib. Əgər bilsəydim ki, ailəsi Yuzarsifin başını bu qədər qatacaq ki, bizdən qafil olsun, qətiyyən onun evlənməsinə icazə verməzdim. Amma onun təzəlikcə başqa çətinliyi yaranıb, cənab hökümdar. Deməli, mən fikrimdə yanılmamışam. Xeyr, xanım. Məsələ mənlə bağlı deyil. Misrin əzizinin yeni çətinliyi qardaşları ilə bağlıdır. Qardaşlarınız? Bəli, Allahın lütfü və inayəti ilə 36 ildən sonra qardaşlarımı tapmışam. Bu ki, çox yaxşıdır. Yuzarsif'i təbrik eləmək lazımdır. Bəs hörmətli atanız Yaqub Nəbidən nə xəbər var? Hələ onunla görüşmək şərəfinə nail olmamışam. Amma qardaşlarımla ikinci dəfədir ki, görüşürəm. Onlar indi Kənana getdilər. Niyə onları atanızla birgə Misrə gətirmirsiniz? Burada onlar üçün daha yaxşı şərait qura bilərsiniz. Belə bir fikrim var. Amma gərək əvvəlcə cənab Axnatun icazə verə. Bizə böyük şərəf olar ki, Yaqub Peyğəmbər Misir torpağını öz qədəmləri ilə mübarək eləsin. Misirin əsas ixtiyar sahibi sənsən. Bizdən niyə icazə istəyirsən? Onları tez bir zamanda Misirə gətir. Deyirəm, bəlkə əsnada bəslədiyin eşqin üstünə Züleyxanın da eşqə əlavə olduğuna görə bizi yaddan çıxarmısan. Bildiyimə görə o başqa bir məşuqla razı niyazdadır. Ondan qeyrisini yaxına buraxmır. Yox, o səhv eləyir. Axı Yuzarsif də Allaha bağlı adamdır. Züleyxanı bura çağırın, görüm nə məsələdir. Yaxşı, öz ailəni harada yerləşdirmək istəyirsən? Memfisin yaxınlığında yerləşən Koşan adlı məntəqədə. Nilin deltası ətrafındakı ərazilər çox məhsuldar yerdir. Bu yaxşı seçimdir. Sizinlə tam razıyam. Bir şərtlə ki, cənab Yuzarsif'in başı öz ata və qardaşlarına qarışıb, bizi yenə də yaddan çıxarmasın. Bizim Yuzarsif'in ayrılığına dözümümüz yoxdur. Bizə zülm eləməyin. Bu, cənab hökümdarın lütfüdür.
müqəddəslərə bənzirsən Züleyxa. Elə bil bütün ömrün boyu ibadətlə məşğul olmusan. Bundan əvvəl Amuna pərəstiş eləyir, onun məbədinin ilahəsi idin. İndi isə Allah pərəst olmusan, ona ibadət və sitayiş eləyirsən. Biz istəyirik ki, Züleyxanı bugün asimandan yerə indirərək, yerdəkilərə qovuşduraq. Buna ehtiyac yoxdur, cənab hökmdar. Hələ də dünya zindanındakı məhbusluqdan qutara bilməmişəm. Əmrinizi buyurun, xidmətinizdəyəm. Əgər belədirsə, bəs niyə göydəkiləri eşq bəslədiyiniz halda yerdəkilərdən bir xəbərsiz? Sizin yerdəki deyə işarə etdiyinizə mələklər də səcdə eləyir. Züleyxanın qəflətdə olması onun əzəmətini azalda bilməz. Biz istəmirik ki, bu qəflət davam eləsin. Niyə Yüzarsifə özünüzə həyat yoldaşı kimi qəbul eləmirsiniz? Lap yaxşı. Biz sizə rəsmi olaraq Misirin əzəməti cənab Yüzarsif üçün elçilik eləyirik. Əgər cənab hökmdar və xanımı icazə versəydi, Züleyxa xanım bu barədə bir neçə gün fikirləşərdi. Onun fikirləşməyə vaxtı var. Amma rədd eləməyə icazəsi yoxdur. Mən müsbət cavab istəyirəm. Siz hər ikiniz bizim üçün əzizsiniz. İstəmirik ki, bu evlilik bu qədər təxirə düşsün. Züleyxa gedə bilər. Yəni doğrudan Binyamin quldur? O Yüzarsifdən də gözəl geyinib bəzənib. Get götür. 22. 5 nəfərsiz? 50 dibin. Get al. Mənim pulum yoxdur. Heç yoxundu? Yox, hər nəyim vardısa, bu vaxtacan buğda almağa vermişəm. Mən əvvəllər də demişdim, buğdanın əvəzini ödəyə bilməyənlər qul olmaları haqda sənədi imzaladıqdan sonra buğda ala bilərlər. Onsuz da ömrümüz boyu ya hökumətin qulu olmuşuq, ya da məbədin. Amma cənab Yüzarsifin qulamı olmaq bizim üçün şərəfdir. Təkcə siz deyilsiz. İndi bütün Misir cəmaatı cənab Yüzarsifə qul olmağa hazırdır. Biz sizə qul olmağı özümüz üçün əsl azadlıq bilirik və bununla fəxr edirik. Mənim arzum budur ki, siz təkcə birinin qulu olasınız. Başqa heç kimin qulu yox. Cənab Yüzarsif, mənim daha heç nəyim yoxdur. Mənə havayı buğda verərsiniz? Cənab, bu adam vaxtilə Misirin ən varlı adamlarından biri olub. Onu köləliyə götürüb əvəzində ona buğda verin. Yəni qul olum ki, mənə havayı buğda versinlər? Hər şeyimi almısınız. Evimi, övladlarımı, malımı, qullarımı. Arvad uşağım indi sizin qulunuzdular. Axı məndən nə istəyirsiniz? Onsuz da məni bədbəxt eləmisiniz. Məyər səni kimsə buğda almağa məcbur eləyir? Bəli, qıtlıq və aclıq. Əgər buğdam olmasa, ölməliyəm. Qıtlıqdan əvvəl dövlət anbarına buğda təhvil vermisən? Yox, heç qıtlıq ola biləcəyini ağlıma belə gətirmirdim. Onda gərək sən bunu öz canınla ödəyəsən. Mənim üçün ölmək qul olmaqdan yaxşıdır. Əgər qul olmaq pisdirsə, bəs onda nə üçün varlı olanda
onlarla qulun sahibi idin. Mənim dərdim elə budur. Vaxt var idi ki, mənim çoxlu qullarım var idi. Nə üçün indi mən qul olmalıyam? Bu cür qulların halını daha yaxşı dərk eləmək üçün. Hər halda biz heç kimi məcburiyyətlə qulamlığa götürmürük. Cənab, mən onun qullarından biri idim. O mənə çox zülmlər eləyib. Sabah bütün Tips cəmaatı Amunun məbədinin qarşısına yığışmalıdır. Biz onlara qulamlığa götürməyimizin səbəbini deyəcəyik. Sabah nə deyəcək? Mən nə bilim. Bu kişiyə pulsuz buğda verin. Heç bir insanın şəxsiyyətini alçaltmaq olmaz. Bəli, cənab. Mütləq, mütləq. Nə qədər buğda istəyirsən? Qulamlığımın əvəzinə? Yox, sizin üçün buğda havaydı. Bu cənab Yuzarsifin əmridir. O cür böyük şəxsiyyətin qulamı olmaq sonsuz azadlıq deyil. İndi Misirdə heç bir şey heç kəsə aid deyil. Hətta öz cəmaatımız da hökumətimizə məxsusdur. Amun məbədinin bütün xəzinələri Misir hökumətinə məxsusdur. Bütün qüdrət sahibi olan var-dövlət yiyəsi, zənginlər və sərmayədarlar belə digər insanlarla bərabər olublar. Tək və böyük Allaha pərəstiş edənləri heç bir təhlükə gözləmir. İndi qərar sizindir. Bu qədər qulları və sərvəti neyniyəcəksiniz? Misirin nəyi varsa, hikmətli Yuzarsifin bərəkətindəndir. Əgər Axnatun qüdrət sahibidirsə, bu sizin sayənizdədir. Siz Misirin əzizi və sədri əzəmisiz. Bunların hamısının ixtiyarı sizin əlinizdədir. Necə istəyirsinizsə, elə də əməl eləyin. Hətta hamısını bağışlasam belə. Sən həm Axnatunun, həm də övladlarının sahibisən. Allah Cənab Axnatunun qüdrətini davamlı eləsin. Lap yaxşı. Onda mən sabah məbəddə Tips cəmaatının hüzurunda öz qərarımı deyəcəm. Məyər Yusifin xahişini qəbul eləməyin zamanı çatmayıb? Züleyxa xanımın razı niyazı hələ də davam edəcək. Əmr eləyən və qərar verən Misirin əzizidir. Əgər əmr eləsə, mən bu xəlvəti tərk eləməyə hazıram. Yox, bu işdə məcburiyyət yoxdur. Əgər bir işdə mehr-məhəbbət olmazsa, məcburiyyətin nə faydası? Bəzən özümə deyirəm, uca yaradana eşq olduğu halda yerdəki eşqə ehtiyac varmı? Digər tərəfdən, əgər Yusifin eşqi olmasaydı, mən indi həqiqi məbuduma aşiq olmazdım. Mən Yusifin sayəsində Allaha yetişmişəm. Yusifə olan məhəbbətimdən bəhrələnərək həqiqi eşqin nə olduğunu dərk eləmişəm. Mən özümü Yusifin eşqinə borclu bilirəm. Amma görəsən Allaha məhəbbətim olduğu halda başqa bir məhəbbətə ehtiyac varmı?
Yəni xanımın ürəyində cənab Yüzarsif üçün birazca da olsa belə yeri yoxdur? Allah bütün gözəllik və əzəməti ilə vücudumu elə doldurub ki, başqasının eşqinə yer qalmayıb. Şübhəniz olmasın. Sizi həqiqi məşuqa çatdıran eşq pak və müqəddəsdir. Asimani və cismani eşqin arasında bir bağlılıq, qırılmaz rabitə var. Bu şərtlə ki, dünyəvi eşq sizi ilahi eşqdən qafil eləməsin. Qorxuram məbudum məni məzəmmət eləyər ki, bir qəlbdə niyə iki məhəbbət var? Siz ixtiyar sahibi və azadsınız. Bu müqəddəs evliliyin həyata keçməsi üçün çalışmağı özümə borc bildim. Ümidvaram bu barədə düşünəcəksiniz. Xanım, cənab Axnatun və Malikin sualına nə cavab verəcəksiniz? Yusif Allahın peyğəmbəridir. Allahı sevdiyim halda onun peyğəmbərinə qəlbimdə yer verməyə bilərəmmi? Hə? Biraz arxayınlaşdıq. Elə bir Züleyxa xanımda ümidverici bir dəyişiklik yaranıb. Misir cəmaatına nicat və ruzi verən böyük və uca Allahın adıyla. Bir gün cavanlıqda bundan əvvəlki sədr-əzəm üçün bir kitab oxuyurdum. O kitabda Misirin gələcəyi barədə məlumat yazılmışdı. Həmin o kitabda yazılmışdı ki, bir gün gələcək Misirdə meyarlar alt-üst olacaq. Varlı və zənginlər, fəqir və kasıblar bir-biri ilə yerlərini dəyişəcəklər. Varlılar öz saraylarını və qullarını əldən verəcəklər. Qullar və zülm çəkənlər azad olacaqlar. Özləri özlərinin ixtiyar sahibləri olacaqlar. Həmin gün Misirlilərin tanrısı Amuna pərəstiş olunmayacaq. Azadıq. Eşq olsun Allahın peyğəmbəri Yüzarsifə. Eşq olsun hikmət sahibi Yüzarsifə. Eşq olsun Misir Eşq olsun xilaskarı Yüzarsifə. Eşq Yaşasın olsun. xilaskarı. Putifar çox ümid eləyirdi ki, bütün bu dəyişiklikləri öz gözləri ilə görsün. Amma buna ömrü çatmadı. İndi siz bütün bunların həyata keçməsinin şahidisiniz. Eşq olsun Allahın elçisinə. Eşq olsun cənab Yüzarsifə. Yəqin Misirin böyüklərinin çoxunun yadında olar ki, neçə il bundan əvvəl elə həmin bu Tif şəhərində, elə bu qul satanların meydanında bütün cəmaat yığışmışdı ki, bir uşağı satın alıb qulamlığa aparsınlar. Bugün həmin o qul uşaq bütün Misir xalqının sahibidir.
Bir vaxt siz böyük və hikmətli Yuzarsifə sahib olmaq istəyirdiniz. İndi isə o sizin sahibinizdir. Bəli, o gün Putifar o uşağı satın aldı. Bugün isə həmin uşaq bizim hamımızı alıb. Belə olacağını bilsəydim, elə o vaxt o uşağı öz əllərimlə... Bunların hamısı bütün iradələrdən üstün bir iradənin, bütün qüvvələrdən üstün bir qüvvənin nişanəsidir. Amma mən bu günə kimi nə Yuzarsifə ağa kimi hiss eləmişəm, nə də özümü qul kimi. Kim deyir ki, biz qul olmuşuq? Biz qul olmamışıq. Mən belə qul olmağı ağa olmaqdan 1000 dəfə üstün bilirəm. Yaşasın Yuzarsif! Yaşasın! Eşq olsun bizim xilaskarımıza. Bugün sizi bura çağırmışam ki, Yuzarsifin və Misir hökumətinin köləliyindən azad eləyəm. Vahid və böyük Allahın bəndəliyini qəbul eləyən cəmaat heç bir hökumətin və qüdrətin bəndəsi və köləsi olmamalıdır. Bugün siz özünüzün və ailələrinizin azad olma sənədini əldə eləyəcəksiniz. Bugündən hamınız azadsız. Yalnız bundan əvvəl başqalarının azadlığını əlindən almış, Misir cəmaatına zülm edərək sərvətə yiyələnmiş sərmayədarlardan və quldarlardan başqa. Onlar bundan sonra qul olaraq da qalacaqlar. Onların boynuna köləlik boyunbağısı vurmuruq. Əgər birdən hər hansı bir günah işlətsələr, sözsüz ki, ağır cəzalanacaqlar. Mən Misirliləri ona görə kölə olaraq aldım ki, sonradan qulları və məzlumları azad, quldarları, zalimları və zülümkarları qul eləyəm. Deməli, Misir cəmaatını qulamlığa götürməyin sirri bu idi. Cənab Yuzarsifin gördüyü işlər heç vaxt əsassız olmayıb. O bu minvalla yaxşı və pisi bir-birindən ayırdı. Misirin əzizinin danışığı peyğəmbərlərin danışığına oxşayır. O Misirin xilaskarıdır. Sabahdan bütün ambarların müdürlərinə cəmaata pulsuz buğda vermək tapşırılıb. İndi Misir hökumətinin borcudur ki, cəmaatının qarnını doydursun. İstər bugün azad edilənləri, istərsə də qul olaraq qalanları. Allahın istəyi ilə tez bir zamanda qıtlıq sona yetəcək. Bu qıtlıq sona yetənə qədər qənaət və ehtiyata elə əməl eləmək lazımdır ki, sıxıntıya düşüb əziyyət çəkməyəsiz. Əvvəllər bura Amunun məbədi idi. Amma bundan sonra bu məkanda tək olan Allaha sitayiş olunacaq. Sonraki mərasimdə gərək buranı Amunun bütlərindən və şirkin əlamətlərindən təmizləyək.
Deyin görüm kim məni Kənanlı adımla çağırdı? Yusif. Yusif. Züleyxa? Sən burada nə edirsən? Sizi gözləyirdim. Axı burada niyə? Məni burada tapacağını hardan bildin? Dünən siz gedəndən sonra Allahdan istədim ki, əgər məsləhət bilirsə, öz rəsulunun məhəbbətini qəlbimə salsın. Allahın eşqi qəlbimdə ikən, onun elçisinin məhəbbətinə mən heç cür biganə qala bilmirəm. Bura gəlməyi qərara aldım. Çünki burada uzun illər sizə qovuşmaq üçün həsrətinizi çəkmişəm. Bilirəm, həsrət çəkmək çətindir. Eşitdiyim tənələrdən də ağır idi. Hamı deyirdi, bəsdir. Nə qədər Yusifin intizarını çəkəcəksən? Öz-özümə deyirdim, əgər bu dəfə də gəlməsə, deməli Allah bu vüsala razı deyil. Amma gəldim. Gəlişim eşq tumurcuğunun yenidən cücərməsinin nişanəsi deyilmi? Mən də gəlmişəm ki, Allahın elçisi məni də digər Misirlilər kimi köləliyə götürsün. Amma mən Misir cəmaatını köləlikdən azad elədim. Mənə azadlıq lazım deyil. Gəlmişəm ki, sizin köləniz olum. Mübarəkdir. Bu köləliyin mübarəkdir. Siz şahid olun. Züleyxa könüllü olaraq köləliyi seçdi. Hə, yenə də siz, Kənanlı on qardaş, keçə bilərsiniz. Minnətdarıq. Yadımdadır. O dedi ki, biz onu qul bazarında axtaraq. Düzdür. Gərək bu tərəfdən gedək. Bəs Lavi hardadır? Lavi? Lavi! Odur. Lavi! Salam qardaş! Gəldiniz. qardaşım. Lavi! Sizi çox Salam sevirəm. qardaş. Salam Necəsiz? qardaş, Salam salam. qardaş. Çox xoş gördük. Necəsən? Xoş Necəsən? gördük. Salam. Biz də elə səni axtarırdıq. Lavi! Necəsən? Yaxşı ki, gəldin. Hə, pis Səni görünmürsən. görməyimə çox şad Sənin üçün oldum yaman qardaş. darıxmışıq. Ailən salam göndərdi. Vəziyyətlər Binyamindən nə yaxşıdır. xəbər? Səni xoş gəldin. Salam göndərən sağ olsun. Sənin üçün təzə xəbərimiz var. Hə, mənim də sizə çoxlu xəbərlərim var. Qulaq asın.
Binyamin'dən də xəbərlərim var. Çoxlu xəbərim var. Gərək fürsət eləyib sizlə danışım. Bu məktubu ata Misirin əzizinə göndərib. Xahiş eləyib ki, Binyamini azad eləsin. Misirin əzizini mütləq görməliyik. Bu məktubu Misirin əzizinə çatdırmalıyıq. Onda gəlin Misirin əzizinin yanına gedək. Gedək. Burada qalın. Biz indi qaydırıq. Bizi xəbərsiz qoymayın. Nə qul. Binyamin şahlar kimi yaşayır. Misirin əzizi onu öz göz bəbəyi kimi qoruyur. Sən özün görmüsən, yoxsa kimdənsə eşitmirsən? Mən öz gözlərimlə görmüşəm. Onu hər yerə özü ilə aparır. Hətta onu bir arabada, öz yanında gəzdirir. Yəni o Yuzarsifin xüsusi qulamı olub, hə? Mən deyirəm Binyamin şahlar kimi yaşayır. Sənsə deyirsən xüsusi qulam? Qardaşı Yusif kimi onun da özündə şeytan tükü var. Misirin əzizini özünə elə cəlb eləyib ki, onu hətta bir an belə gözündən qoymur. Bu tərəfdən. Biz cənab Yuzarsif'i görməliyik. Biz atamızdan ona bir məktub gətirmişik. İcazə verin, daxil olaq. Mənim belə icazəm yoxdur. Gərək cənab Horemhopla danışam. Sizin hələ saraya daxil olmaq icazəniz yoxdur. Cənab müşavir. Cənab müşavir. İcazənizlə bir söz demək istəyirik. Hə, yenə də siz? İndi nə istəyirsiniz? İstəyirik ki, Misirin əzizi cənab Yuzarsif'i görək. Atamızdan ona məktub gətirmişik, cənab müşavir. Mən elə bilirdim, qardaşınızın elədiyi əməldən sonra bir daha Misirə, Tipsə qayıtmağa üzünüz olmayacaq. Eybi yox. Mənlə gəlin görüm nə inirəm. Gedək. Gedək. Başınızı qaldırın. Nə istədiyinizi deyin. Düzdür, qardaşımızın səhvinə görə peşman olsaq da. Amma Misirin əzizinin böyüklüyü bizə cəsarət verdi ki, bir də ehtiyac əlimizi onun ətəyinə uzadaq. Kənanda hələ də quraqlıq tüğyan eləyir. Bizim buğda almağa dirhəm dinarımız və ya buğdanın əvəzinə verməyə malımız yoxdur. İmkanımız çox məhduddur. Təkcə biraz dəri, yun və sap gətirmişik. Bilirik ki, dərdə dəyəsi deyil, amma ümidvarıq Misirin əzizi bu malların müqabilində bizim qəbiləmiz azlıqdan xilas eləyər. Çox yaxşı. Nə olar, əmr eləyərəm bu dəfə də sizə buğda versinlər. Amma gələn dəfə gərək buğdanın əvəzini tamam ödəyəsiz. Minnətdarıq. Allah Misirin əzizinin kölgəsini başımızın üstündən əskiy eləməsin. Sizdən bir xahişimiz də var. Ümid eləyirik ki, Misirin əzizi onu da qəbul eləyər. Eşidirəm. Ümidvaram Binyaminin barəsində olmayacaq. Təəssüf ki, onun haqqındadır. Acizanə şəkildə sizdən xahiş eləyirik ki, ona bizlə Kənana getməyə icazə verəsiz. Atamızın daha onun ayrılığına dözümü qalmayıb.
Gördünüz, Binyaminin vəziyyəti yaxşıdır. Görkəmindən heç qulama bənzəmir. Atanın məktubu. Gözləri görməyən atamız göz yaşlarıyla Misirin əzizinə məktub yazıb. İcazə versəydiniz onu sizə verərdim. Rudamon. Allahın bəndəsi Yaqubdan Misrin əzizi Yuzarsifə. Allah Taala bizə nübüvvət və risalət ailəsinə bəlalar buyurub və bizi müxtəlif müsibətlərlə imtihana çəkib. Cəddim İbrahimi Nəmrudun odu ilə imtihana çəkdi. Əmim İsmail Zəbiullahı da qurbangaha çəkdi ki, onu qurban etsin. Məni də gözümün nuru, qəlbimin qüvvəti olan övladımın ayrılığına mübtəla edib. Bir gün onu səhraya apardılar və qanlı köynəyini gətirdilər. Bir oğlum da var idi ki, o Yusifin ana bir qardaşı idi. Yusifin ətrini ondan alırdım. Yusifin əvəzinə o mənim dağlanmış qəlbimin məlhəmi idi. Qardaşları onu sənin yanına gətirdilər və geri qaytarmadılar. Siz onu oğurluq cəzası olaraq qulamlığa götürmüsünüz. Şübhəsiz ki, oğurluq risalət ailəsinə nisbət verilə bilməz. Sözümün xülasəsi budur ki, mənim evladlarımın ayrılığına daha nə güc qüvvəm, nə də gözümün nuru qalmayıb. Sizdən istəyirəm ki, mənim qolu bağlı övladımı bu qoca, çarəsiz atasına qaytarasınız və məni qəmdən xilas edəsiz. Bu halda sənin barəndə xeyirli dualar edəcəyəm. Və əgər bundan qeyri bir tərzdə əməl eləsən və bu möhnət çəkmiş qocaya rəhm eləməsən, yanmış ürəyimdən elə nalə ucalacaq ki, onun səsindən 7 arx əcdadın külə dönər və sən o bəlanın qarşısında əsla müqavimət göstərə bilməzsən. Allahın bəndəsi Yaqub. Vay olsun sizə. Siz Yusifə neynəmisiniz? Heç bilirsiniz atanız bu pis əməlinizə görə necə əzab çəkib? Güman edirəm ki, Misirin əzizinə bizim haqqımızda yanlış məlumat veriblər. Biz atamız və qardaşımız qarşısında heç bir günaha batmamışıq. O sənədi gətirmisən. Deməli, siz heç bir günaha mürtəkib olmayıbsınız. Biz sizə həqiqətdən başqa heç nə deməmişik. Əmin ola bilərsiniz. Biz Kənan əhalisindən olan 10 qardaş
Öz qulamımız Yusifi tacir Malik İbn Züeyrə 17 dirhəmə satdıq. Bu şərtlə ki, onu Misir ölkəsinə yaxud daha uzaq bir ölkəyə apara ki, Kənana qayıtması qeyri-mümkün olsun. Lavi və Şəmun bu məktubu möhürləyiblər. Deyəsən, bu Şəmunun xəttidir. Şəmun sizin hansınızdır? Mən.